Gəlin bir anlıq Əfqanistana səyahət edək. Heyrətamiz gözəlliklərin və eyni zamanda bitib tükənməyən münaqişələrin məskən olan bir diyara. Amma bu hekayəni bizə ölkənin özü yox, taleləri müharibənin amansız əlləri ilə bir-birinə hörülmüş iki qadın danışacaq. Baxın, bütün hekayənin ruhu əslində elə bu cümlədə gizlidir. Bu sözlər sadəcə bir mənzərəni təsvir etmir. Bu, bir millətin ən qaranlıq, ən hündür divarlar arxasında belə sındıra bilmədiyi daxili gücünün, dözümlülüyünün bir simvoludur. Deməli, biz iki fərqli yolla irəliləyəcəyik. İki fərqli Əfqanistanda doğulmuş, amma taleyin bir nöqtədə mütləq birləşdirəcəyi iki qadının hekayəsi ilə. Və bu iki yol kəsişəndə ortaya unudulmaz bir dastan çıxacaq. İlk yolumuz bizi Məryəmin yanına aparır. Herat yaxınlığında kiçik bir kənddə yaşayan Məryəm. Onun hekayəsi sakit başlayır, amma bu sakitliyin altında dərin bir kədər yatır. Heç düşündünüzmü, bütöv bir həyat tək bir kəlməyə sığa bilərmi? Məryəm üçün o kəlmə haramı idi. Yəni, qeyri-qanuni uşaq. Bu söz, onun alnına yazılan, onu bütün dünyadan ayıran bir damğaydı. Məryəmin həyatı sanki bir dözüm zənciridir. Anası ilə keçən təcrid olunmuş uşaqlıq, cəmi 15 yaşında tanımadığı yaşlı bir adamla, Rəşidlə məcburi evlilik və illərlə davam edən tənhalıq, zülüm, hər halqa onu bir sonraki sınağa hazırlayırdı. İndi isə gəlin, səhifəni çevirək və tamamilə başqa bir dünyaya, başqa bir ümidə baxaq. Bura müasir Kabuldur və hekayəmizin ikinci qəhrəmanı Leyladır. Onun üçün dünya tamam fərqli idi. Təhsilə dəyər verən bir ata, ətrafında dostları, gələcəyə dair böyük xəyallar. Sanki bütün qapılar onun üzünə açıq idi. Baxın, fərqə baxın. Bir tərəfdə keçmişin kölgələri ilə boğulan bir həyat, digər tərəfdə isə gələcəyin vəd etdiyi sonsuz imkanlar. Amma müharibənin seması qaralanda bir raket hər iki taleydə geri dönülməz şəkildə dəyişdirəcəkdi. Və bir an, tək bir partlayış, Leylanın bütün dünyasını alt-üst edir. Ailəsi, xəyalları, hər şey bir anda yox olur. Və talih onu birbaşa Rəşidin evinə, Məryəmin yaşadığı o dörd divarın arasına atır. Əslində, onların fərdi faciəsi ölkənin böyük faciəsinin içində kiçik bir parça idi sadəcə. Sovet işğalı, sonra mücahidlərin qanlı vətəndaş müharibəsi və sonda hər şeyi qaranlığa bürüyən Taliban rejimi. Və Talibanın gəlişi ilə Kabil artıq o bildiyimiz şəhər deyil, sanki üstü açıq bir həbsxanadır, xüsusilə də qadınlar üçün. Təhsil yox, iş yox, azadlıq yox. Hüquqları, hətta kimlikləri belə əllərindən alınır. Amma məhz bu zülmət içində, eyni damın altında, iki rəqib arasında inanılmaz bir şey baş verir. Ortaq dərd, ortaq düşmən onları birləşdirir. Və bu ittifaq qısa zamanda qırılmaz bir bağa, bir ana-qız sevgisinə çevrilir. Bu, onların qaranlıqdakı yeganə işığı olur. Bu bağlılıq isə onları elə bir nöqtəyə getirib çıxarır ki, hər şeyi dəyişdirəcək son bir addım atılır. Meylanı və onun gələcəyini xilas etmək üçün Məryəm ən böyük fədakarlığı edir. Bütün ömrü boyu heç kim sayılan bu qadın həyatını ən dərin, ən mənalı sevgi ilə başa vurur. Leyla azadlığına qovuşur. Qaçıb gedə bilərdi, amma o bunu etmir. O, geri dönür. Məryəmin xatirəsini yaşatmaq, onun fədakarlığından doğan o ümidi böyütmək və hər ikisinin də evi olan bu yaralı ölkəni sağaltmaq üçün. Və sonda anlayırıq ki, bu sadəcə əzablar haqqında bir hekayə deyil. Bu, insanı ən çətin anlarda belə ayaqda saxlayan o qırılmaz bağlardan və ən qalın, ən qaranlıq divarların arxasında belə sönməyən o minlərlə möhtəşəm günəşdən bəhs edir.